Bugün 11'lerin son zəngidir. Təbrik edirik hamımız. Biz ailəvi şəkildə bütün 11'ləri təbrik edirik və Allah onların yolunu açıq eləsin. Allah əziyyətlərini itirməsin. Burada bizim məktəb dünənləri bu belə deyək, çəkilişi dünən etmişəm. Dünən hazırlıq idi. 11'lər məşqlər elədilər. Amma ki son zəngdə iştirak edə bilməsək də yenə də sizinlə paylaşdım ki, siz də görəsiniz. İki tane cüce gelir. Cüce şüpheli. Dedikodu ben değil. 2'den 4'ün içinde dondurma yiyeyim. Məktəbin dərsin son günü. 4'te değil. Şükür Allah'a. 5'teydi. Şükür Allah'a. Bırakın şöyle. Ne yapmaz? Recep Tarzan yazdı tabii ki de. Son gün bizi tek koymak istemediği için yazdırdı Merve bize Recep. Milyon defa düştü aşağı kalktık yukarı. Son günlər Milyon defa ağardıcı pozdan aktardı. Milyon defa ağırcı pozan kurtardık. Əsas odur. 5 tane Buraxışa hazırsınız. Burada rəqslərimiz hələ Şüpheli. Rəqslərimiz hələ hazır deyil. Rəqslər tək. Salamlar. Səhər getdik bazarlığa. Deməli, bunlar Arazdandır. Araz marketdən nələr aldıq? Gəlin yaxına. Elə bir çox uzaq oldunuz. Siz mənə uzaq olanda sanki kontakt pozulan kimi olur. İkisi də yanlış. Deməli, Araz marketdən belə bir konfet aldıq. Vafli su şokoladdır. Onun içi xurmalıdır. Çox ləzzətlidir. Yəni məsləhət görürəm. Görünce belə keç. Hə. Bu şokoladın, qara şokoladın ağ şokolad forması vaflidir. Sonra bu Slavyadushkidir, nə bilən, nəysə. Bu endirimdədir. Süddür. Sonra belə bir yoğurtlar aldıq. Çox gözəl kontentlər gələcək. Instagram səhifəmi qaçırtmayın. Plus da shortslarımda da paylaşacağım. Allah versin. Yəni yoğurt şey deyəcəm. Hə, alın. Sənin səsin onu daha çox düşür ama. Yavaş danış. Bir. Sonra belə qaymaq aldıq. Bir də şor aldıq. Şor bir dənə istəyəcək. Sonra bu səskanı keçən səfər aldıq. Sizə çəkməmişdim. Amma çox ləzzətlidir. İzqara ovçular. Yəni alın. Əsl belə deyim də kebablıqdır da.
Yəni istəsəz bunu da qəşəng qazıya bilərsiniz. Vazkeçilməz kalbasamız. Təbii ki. Sonra bu yağ bir ara yağ əridi. Bir ara əridi yağ. Biz gətirənə qədər əridi. Bu yağ bir ara itdi, batdı, yoxa çıxdı və indi hal-hazırda endirimdə idi. Gəldi, biraz baha gəldi, amma indi endirimdə olduğu üçün aldıq və bu əriyib. Üstündeki eriyip. Çöldə inanırsınız küləyə əsir. Amma dəhşət istidir də. Külək arada möhkəm vuranda ləzzət eləyir. İndi keçək buna. Bir də burada qırmızı kələm almışam. Burada qarışıqdır qırmızı kələm. Bir də qarışıq rəngli biberlər almışam. Yaşıl, sarı, qırmızı. Kahı aldım. Kahı belə hər yerdə 1 manat, 50 qəpik 1 manat arası. Amma ballıda, indi bu ballının bazarlığıdır. Ballıda 30 qəpikdən aldım. Keçən səfər Nesquik'in şəriklərindən almışdım. Bu səfər bu firmalara ayrıdır. Amma əslində Nestle'nindir. Çox xoşumuza gəlir. Həqiqətən də Nesquik də Nestle'nin idi. Çox ləzzətlidir. Südlə eləyəndə daha çox sevirik. Yəni uşaqlar daha çox xoşlayırlar. Bu peçeni vazgeçilməzimiz. Bir dənə çörək aldım. Çörək qoyaq bura. Bunları möhtəşəm şeylər gələcək, inanırsınız dəhşət. Qaçırtmayın vloglarımızı və shortslarımızı. Bundan da belə bir qəşəng bir kontent yaradacaq. İnşallah. Sonra bir dənə belə, bunun adı nə idi? Qarox aldıq. Bu arada da fikir qaynanamın damağında biraz problem var idi. Narahat danışıb. Bir də belə süd aldıq, şirin süd. Çünki izləyicilər sazilər. Orada o nə səsi idi? Gecə bir dəfə deməli paylaşmışıq. Qaynanam belə doğruyur. Mən də çəkiliş eləmişəm və səsləndirməni də mən eləmişəm. Mənə nə sual versilər yaşlı, düşüncə dərsi. O nətər olur ki, səssiz cavan səsi əl öz qoca əldir. Deməli bu qoca əlindəsə kimsə doğruyur və səsləndirməsi mənim. Bu hansı zamanədir? 1800 neçənci ildə deyilik ki. Bir də belə ketçup aldı. Valla hərdən o izləyicilər yəni olmasa biz nəyə gülərik məsələ. Balının ikinci sunkası. Deməli biz burada aldıq yurdumun kəsmiyini. Qaynanamın vazkeçilməz sevinçkası. Şokolad yağı. Bu firmanın paketi çox yaxşıdır. Nəmləndirməsi, yəni çəkiciliyi, hər şeyi çox gözəldir. Yəni qaçırtmayın, alın ondan həqiqətən də. Belə bir mayonez aldıq. Son vaxtlar bu mayonezə dadanmışıq. Kadayıfın şokoladını almışıq, amma heç inanırsınız kadayıfın şokoladı yoxdur. Kadayıf yoxdur içində. Qaragöz lobya aldım. Lavaş aldım. Lavaş belə endirmə düşmüş. 60 qəpikdən 40 qəpiyə. Sonra final mətbəx yağımız. Bu həqiqətən şirniyyatlarda o qədər gözəldir. Yəni məsləhət görürəm. Hətta belə evdə halva çalan zamanda da bu çox qəşəngdir. Bu yağ. Desok. Şəkər tozu. Və uşaqlara söz vermişim. Evdə makaron var. Dedi ki, balıq qulağı makaronu istəyirik. Ay, hə, şu fikirsən. Hə, 2 dənə belə balon aldıq. Şu qatıq çatdıra bilmirik. Balon deyəndə qatıqdan yəni. Qatıq çatdıra bilmədiyimiz üçün 2 dənə alırıq, ayran eləyirik, nə bilim, nəsə uşaqlar qatıqdan çörək yeyirlər. Sonra bir də banan aldıq. Banan kilosu 2 manat 34 qəpik idi. 5 dənənin altında gizdənə. Nədir üstündədir? Marojnamız. Plan 1. Bunlar həm çox sərf eləyir. Bir dən görün nə qədərdir.
1 kilo 250 qramdır. Həm çox sərf eləyir bu ailə üçün də. Ştoçnu alanda bir dəfə yeyirsən, gedir ləzzətini görmürsən. Amma bunlar yəni Vesavoydu deyə rahat şəkildə. Həm də baxın, mən qablara səska falan tökürəm, yerləşdirirəm. Xaladenik. Bax bu qablar, bu marojnanın bu qablarıdır. Yəni siz də alıb xaladenikdə, soyuducuda istifadə edə bilərsiniz. Hətta bunun içində mən dolmalar belə eləyirdim, morozilkaya qoyurdum rahat. Hansı dolma? 3 bacı dolmamı belə mən bunda morozilkada dondurub sonradan yemişik. Hə, qızlar, deməli bazarlıq qalmışdı. Bazardan, yəni kənd bazarına aldıqlarımız. Deməli yelpənək xiyar aldıq. O qədər, yəni ətri qəşəngdir. Mən meyvə tərəvəzin birinci ətrinə baxıram. Ondan sonra alıram. Yəni əgər ətr gəlmirsə bilin ki, pomidor uzaqdan belə vurur da. Xiyarı 1.20-dən aldıq. Bax, pomidoru neçə dedi? 2 deyəsən, 2 manatdan, hə. Təbii ki, burada limon. Bir də burada belə bir tüklü şəftəli ilə balaca olan, bir də tüksüz şəftəlinin qarışığını almışıq. Burada da buna biz uşaqlar dajı, biz təkər şəftəli deyirik. Yəqin ki, adı belə gedir. Vəlinin də könlündən armud keçdi. Belə bir armud aldı. Çox qəşəng ətri var, yumuşaqdır. Gilaslar içindən seçə bilmirdik. Öküz ürəyi gilası 17 manat idi. Yəni 17 manat. Mən özü öküz ürəyi gilas istəyirdim əslində. Burada Yağmur makaron istəyir. Tapşırmışlar ki, balıq qulağı. Yağmur hər növünü yeyir makaronun, amma Zeynəb hər növünü yemir deyə balıq qulağı makaron almışdı. Burada nə edib ki, Yağmur qazanı doldurur və üstünə qoyur ki, suyu qaynasın və makaronları bişirim. Burada da səs ata sizə. Burada su açılır deyə məcburam səs atılsın. Və mənə tərs baxır yanına. Ketçap da oradan aldı, göyərtini də oradan aldı. Bir də pendir istəyir, pendir olmadı deyəsən, yəqin ki, və ona görə almadı. Bir də kartof soğan almışıq kənd baz, yox, onu Ballıdan almışıq. Ballıda kartof endirimdə idi 54 qəpik, soğan da 50 neçə qəpik idi. Axı hər ikisindən də götürdü. Belə kartof soğan digər tərəflərdə biraz yüksək qiyməti, 1 manat neçə falandır. Yəni bazarlığımız bu qədər. Əgər bizi izlədinizsə, gözümün altı necə şey eləyibsə, yorğunluqdandır. Bəyəndinizsə, kanalımıza abunə olub like atmağı unutmursunuz. Hələlik, görək bundan sonra başımıza nələr gəlir. İnşallah xeyirlisi. Bir də qızlar belə setkada, bir setka belə çeyrək aldım. Şimdi bunlar buradan seçəcəm bəzilərini. Bir çoxunu pişirəcəm, biraz yeməyə götürəcəm. Demək, əziz izləyicilərim, canlarım, gözlərim, bu mənim köhnə lipçika aparatımdır və bu formada, görək, baxın, bu formada da çıxır. Bu zaten aparatın içidir və bu da qazanıdır. Təbii ki, bunun buralarını digəsinə gündədir. Lipçikan hər dəfə çıxardı fırlatanda buralara istər-istəməz belə bu halda belə ipciklər yaranır və düşür burada yapışır qalır. İndi bu aparat xarab oldu. Neçə dəfə yoxladım, işləmədi. Keçmişəm buna. Bu da lipçika aparatıdır və bu da sizə canım nə desin? Yenisidir, möhtəşəmdir, superdir. Və baxın, sizinlə bir yerdə açılımı eləyirəm. İnşallah ki, bunu mən çıxarda bilərəm. Belə deyəm, belə çıxarda. Hə. Bakın. Deməli, açaq bunu. Xeyirli uğurlu olsun, düşərli olsun və çox gözəl də işləsin. Əslində biz bunu pandemiya dövründən sonra təzə çıxmış pandemiya biz bunu aldıq. Sonra arxasıca bir də gedəndə bunu aldıq. Zapası olaraq aldı. Amma neçə ildir 2022-dən bu tərəfə maşallah olsun
4 ildir ki işləyirdi. Maşallah, maşallah. Yəni maşallah deməyə xeyir yoxdur. Zaten yanıb, aparat özü xarab olub. Bunu amma atmayacağım. Ustaya göstərəcəm və yenisini açıram. Xeyirli, uğurlu olsun. Görün nə gözəl rəngi var bunun, möhtəşəm. Bu da içinin qazanıdır. Çox qəşəng rəngi çıxdı. İçinin qazanı da budur. Qazanı da açım sizin üçün baxın. Baxın, həmin qazandır. O qazanlandır. Allah sənə qurban, 1.50 iş görmək buna deyirlər də. Bu nədir? Çox interesli belə bir şey var bunun. Bismillah. Bunun nə qəribə qazanı var. Lipçikanın şeyi yoxdur. Çubuğunu. Asobu yeri var. Burada qoyursan düşmür içinə. Nə gözəl. Və lipçikanın aparatı da budur. Xod hissələridir. Baxayım. Görürsünüzmü? İndi xeyirli uğurlu olsun. Bu əslində mən bu aparatı istəyirəm çıxarım, bura qoyum. Ya daha qazanlı, bu qazanlı çıxan bu qazana qoyum. Çünki onun içində gördüyünüz kimi lipçika var. Xeyləm lipçika var. Qoyacağım burada, ərdəcəm. Onu istifadə edib ondan sonra. Qazanı da saxlayacağım da. Bunun qazanı da hələlik saxlayacağım. Çünki qazanı bir problem deyil. İndi əgər onun qazanı oraya girsə təbii ki. Ya yoxlayaq da. Əlimizdədir də. Girir. Qəşəng. Əla, super. Deməli qızlar, axşamdır hava tutulur, axşamüstüdür da. Səni çəkeyim, yaxşı. Orada da bir ədəd Zeynəb var. Dedim biraz paltarları yığım sizin üçün. Evet. Sizinlə bir yerdə. Görünmüyor. Nə? Görünmüyor. Bilmirəm ki. Səncə, yox. Mini bir kuşdan başqa pəncərəmə qonmuşdu. Arxadan Zibili atmısan dedi. Yox, hamam basıb necə içəri zibil azdır. Atın mı? Nə atırsan? Niyə atırsan ki? Qoy. Kızlar, burada yum papaqlar var. Bilmirəm, səsin necə gəlir. Qəşəng qız olsaydı onu kömək eləyər. Yaxşı. Olmaz o kadar. Deməli qızlar, ən çoxu qış paltarlarını yumuşam, papaqlar, şərflər, əlcəklər. Saçım nə qəribə görünür. Nəysə, istidir deyə inanın, bax bu formada yığıb saxlamışam. İndi Zəzi, sən mənə ən altdakı sirtmədə, kuxnada şey var, çöl qayçısı, ağac qayçısı. Onu gətir də verdi mənə oradan. Bir də sapaçkiləri qıraqdan yığ. Ayaqda qalmasın. İstəyirəm ki, bu güllər var, baxın, bu belə çevirim. Görürsünüz. Baxın belə, quruyublar. Bunlar istəyirəm kəsim. Sizlə bir yerdə. Səhər-səhər eləmək olmur. Çünki hava dəhşəti isti olur. Boğuluruq əməli başlı. Çöldə işlənməlidir. Məcburam ki, bu vaxta saxlayım. Hava sərin vaxtlarında. Bunları da kəsim. Baxın. Görürsünüz necə quruyur. Bunları kəsib bir yerə yığıb sonra da atacağım. Bir dənə çərtqə görməyim. Çərtqə görsəm dəli olacaq.
nə qədər güllər açmışdır və bunların hamısını üstlərini kəsməliyəm ki, təzədən yenidən gül aça bilsin. Əgər mən bunu eləməsəm gül açmayacaq. Bir də girək o tərəfdə də var. İndi isə mən bununla dərmanlayacağım. Düzdür, əslində güllərdə çox yoxdur. Amma ağaclarda var. Prosta mən ağacın o hissələrinə necə əlim gələcək bilmirəm. Yəni, gəlin nərdivan olar. Bunu mən uçurum. 6 basar, 6-cı gün. Nərdivanla eləyim. Nə deyirsiniz? Güllərdə varmı? Görəsin. Güllər təmizdir əslinə qalanda. Güllər təmizdir. Mən burada harada ağaclardır. Böyləcə ölməyəcək. Axır. Gözüm yaxşı seçmir. Neyse o qalsın, bunun başqa var. Ay! Çərtki gördüm. Düz çərtkən yanından kəsdim də. Ətim ürpəşdi, inanırsınız. Bildiyiniz ətim ürpəşdi ya. İndi oradan tullansa ya. Məndəki çığırışı görsəz infarkt vurarsınız da. Təsvir elə. Hələ məndə bu ürək var ki, mən bununla belə kəsirəm bunu. Oy! Bayaq da bir dənəsi həyətdə idi, yerdə. Yağmur dedi, ölərəm də, qalaram da ana, mən keçmərəm. Bax bu ağaclıqları, gülləri sevirəm. O çərtkə orada olmasa. Bax indi bu girib narın içinə. İndi mən necə edim bax bunların? Bunu ancaq mən Vəli ilə gərək eləyən. Vəlisiz mümkün deyil. Bu görək alınırmı? Yəqin ki. İşıq niyə belə eləyir, mən bilmirəm. Hə, dayandı. Əgər səhv elirəmsə, kimsə bilirsə, bağbanlardan baxan varsa, yazsın da zəhmət olmasa mənə. Ola bilər də mən bu işi ancaq öz bildiyim kimi edirəm. Bir də YouTube səhifələrindən baxıram ən çox. Bunu edirəm. Orada bir dənəsi var. Mən bunu necə kəsim götürüm? Nəysə, çərtkəni tərpədə bilmərəm. Sırramanın yerindən. Düz Allahın heyvanıdır. Yaratdığı canlıdır. Öldürmək istəmərəm. Amma o da məndən nə çəkmir də. Hara gedirəm, gəlir dalımca. İnanırsınız, ən qaçdığım heyvandır da həşərat, belə deyək. Amma yəni sözü, konusu deyir çocuklarım olanda gözüm heç nə görmür bacı. Ya, itin ağzına belə, yəni heyvan da bu it uşağımın kaleskasına hücum eləyib. Vəhşi heyvan idi, quduz it idi. Yəni təsəvvür edin ki, uşağımı ağzına açıb dişləyən yerdə ayağımı qaldırmışam, ayağım girib onun ağzına. Yəni qoymamışam da. Çox şükür də ki, mənə də zədələnməyib də, əlhəmdülillah. Amma buna baxmayaraq, yəni övladımdır deyə gözüm öz canımı görmür. Görmədi də, uşağımı qorumaqdan ötürü hər şey elədim. Amma sonradan eşitdim ki, o it bir dənə körpə balanı məhlədə dişləyib yemişdi. İçini, necə deyək, bu ciyər hissələrini yemişdi də, püskünə qoymuş. İndi bunları axşam deyə bilmirəm belə çəkir nə üçün. Hə, içalatını yemişdi, belə deyək, ciyər hissəsindən dişləmişdi. Yazıq, necə deyək, uşaq öldü də, oğlan uşağı idi, qonşu idi. Köhnə evimizdə, yəni bina qonşu idi. Allah səbir versin ailəsinə.
Sonra deyirlər ki, heyvan sevərlər. Heyvanlarla işiniz olmasa, itlərlə işiniz olmasa, pişiklərlə işimiz yoxdur. Amma it var ki, quduzdur, hücum çəkir, çeynir. Necə eləməyək biz o heyvana? Necə özümüzü zaş edək? Elə əlimiz açıq, qolumuz açıq gəlin elə bizi dişləyin, quduzsan, sən heyvansan deyə sən əl vurmur ha? Dəhşətsiz vallah.